22 yaşlı gənc yeniliyə imza atıb, yanacaqsız işləyən təyyarə ixtira etməklə. İstər aviasiyaya, istər dəniz nəqliyyatına, istər yerüstü nəqliyyata böyük bir töhfələr gətirə biləcək bir layihədir. Balakəndə yaşayan və Milli Aviasiya Akademiyasını bitirən 22 yaşlı Turan Məmmədli yanacaqsız işləyən təyyarə mühərriki ixtira etdiyini deyir. Turan 2 ildir üzərində işlədiyi layihəni belə əsaslandırır ki, alternativ enerji mənbəyi olan plazmadan istifadə etməklə mühərriyi yanacaqsız işlətmək mümkün olacaq. Balakənli gənc imza atdığı bu layihənin təkcə aviasiyaya yox, hərbi sahəyə də bir sıra yeniliklər gətirəcəyinə inanır. Bununla bağlı yeni silahların hazırlanması və yeni uçan aparatların ortaya çıxması yəni hərbi aviasiyaya yeni bir güc qata bilər. İlk olaraq layihəsini Milli Aviasiya Akademiyasının mütəxəssis heyətinə təqdim edən Turan Məmmədli bu ixtirasına görə təyyarələrin 200 sutka havada qalma ehtimalı olduğunu söyləyir. Hal-hazırda ən böyük təyyarə mühərriki Boeing 777-300 təyyarəsindədir. Bu təyyarənin də maksimal sürəti saatda 950-980 km-dir. Ancaq bu mühərriklər həmin tərədə quraşdırılsa, bu sürət düşünürəm ki, saatda 1600 km-ə də çıxa bilər. İstedadlı gəncin atası, tarixçi Akif Məmmədli deyir ki, oğlu 5 il ərzində yazıb tamamladığı Mülki Aviasiya təyyarələrinin xarakteristikaları kitabında aviasiya tarixində yeni məqamları üzə çıxarıb. Turan Məmmədli əldə olan mənbələr əsasında, ərəb dilli mənbələr əsasında bu fikri kitabda deyək ki, öz yerini tapdı ki, artıq 852-ci ildən başlayaraq şərqdə xüsusilə türk insanı, yəni ilk uçan, ilk raket hazırlayan türk insanı idi. Təəssüf ki, Avropa və Xristiyan kilsəsi bu mənbələrin hamısını topladı, Vatikanı və qarşısını aldı. 22 yaşlı gəncin aviasiya sahəsində yüksək bilgiyə sahib olması qürur vericidir. Onun irəli sürdüyü bu iddiaları ilə Azərbaycanın adını dünyada yüksəldəcəyinə inan və ümid də böyükdür.